Biz hamımız gün ərzində onlarla şeyə gərəksiz enerji sərf edirik. Bir xəbər oxuyuruq, bizdə narahatlıq yaradır. İnsanların davranışlarında dəyişiklik görürük, bizi düşündürür. Dünyada baş verən ümumi hadisələr, iqtisadi siyasi xəbərlər, fəlakətlər, daşqınlar, sellər, nələr. Bəzən elə bilirik ki, hər şey bizim nəzarətimizdən çıxıb və bizə qarşı gəlir. Əslində isə bütün bunların 90%-nin bizə aidiyyatı yoxdur və bunları düşünməsək də olardı. Stephen Covey özünün məşhur Effektiv İnsanların 7 vərdişi kitabında bildirir ki, uğurlu liderlərin birinci ortaq vərdişi proaktiv olmalarıdır. Proaktiv insanlar reaktiv insanlardan fərqli olaraq təşəbbüs göstərirlər. Bir problemlə qarşılaşdıqda onu öncədən görürlər, planlayırlar və lazımi anda addım atırlar. Reaktiv insanlar isə yalnız reaksiya verməklə kifayətlənirlər. Sadə misalda bunu izah etsək, əgər otaq soyuqdursa, reaktiv insanın ilk etdiyi şey otağın soyuqluğundan gileylənməsi olursa da, proaktiv insan hərəkətə keçir. Nələrsə eləyir, otağı qızdırır, sobanı yandırır və s. Proaktiv insanları reaktiv insanlardan fərqləndirən ən əsas nüans isə onların daha çox təsir dairəsinə fokuslanmağıdır. Gəlin baxaq bu təsir dairəsi nədir? Stephen Covey eyni adlı kitabında bildirir ki, biz insanlar iki dairə ilə əhatələnmişik. Birincisi Circle of Concern, yəni narahatlıq dairəsi. Bu böyük bir dairədir və bunun içərisində bizi maraqlandıran, ancaq bizim birbaşa təsir edə bilməyəcəyimiz hər şey var. İqtisadiyyat, siyasət, hava şəraiti, dünyada baş verən hadisələr, fəlakətlər və s. Bunlar haqqında biz saatlarla düşünə bilərik. Əsəbləşə bilərik, məyus ola bilərik, bir sözlə enerji sərf edə bilərik, amma nəticə olmayacaq. Çünki onların hər birinin bizim üzərimizdə təsiri olsa da, bizim onlara birbaşa təsir alətlərimiz demək olar ki, yoxdur. İkinci dairə isə Circle of Influence, yəni təsir dairəsi adlanır. Təsir dairəsi nisbətən kiçik dairədir, amma bunun içərisində davranışlarımız, ətrafa reaksiyamız, sağlamlığımız, savadımız, biliyimiz, insanlarla münasibətimiz kimi birbaşa idarə edə biləcəyimiz və təsir edəcəyimiz hər şey yer alır. Müəllif deyir ki, uğurlu insanların enerjilərinin çoxunu təsir dairəsinə yönləndirməsinin əsas səbəbi budur ki, burada atdığımız hər addımın nəticəsi var. Biz enerjimizi təsir dairəsinə yönləndirəndə həm təsir dairəsinin genişlənməsinə səbəb oluruq və həmçinin də nəticə gördüyümüz üçün enerjimizi artırmış oluruq. Lakin biz enerjimizi narahatlıq dairəsinə yönləndirəndə bu dairə genişlənsə də enerjimiz tükənir. Covey'in bu nəzəriyyəsindən çıxartdığımız dərs çox sadədir. Həyatını idarə etmək istəyirsənsə, təsir edə bilmədiklərini burax, təsir edə bildiklərinə fokuslan. Narahatlıqlar heç vaxt bitməyəcək. Amma biz istəsək, çalışsaq, təsir dairəmiz sonsuza dək genişlənə bilər.